Salam hər kəsə dostlar. Burada özümün bir boyunu şərhləmək istəyirəm. XM57-də Las Vegas xəritəsində. Mənlə vзводda Mr. və Fortitude M-dir. 2 XM və 1702 vзвоddayıq. Burada biraz bəzi yerləri tezləşdirirəm. Həmişə kimi, yəni mən Las Vegas'da, yəni bildiyiniz üzrə həmişə mən balotadan oynayıram. Yəni bu tərəfdə və orada daşın dalına. Orada uran vurmağa çox əlverişli yerlər olduğu üçün həmişə gedib orada uran vuram və orada da heç vaxt uronsuz qalmırsınız. Yəni oradan əgər siz də oynasaz, mən inanıram ki, biraz ehtiyatla oynayanda uronsuz qalmırsınız burada. Başlayırıq burada. Qarşı tərəfdə tanklar gəlir. Güllə yerə dəyir. Burada gözləyirəm, 32 atdı, deşmədi. Burada qabağa keçirəm, bu daşın dalına. Bu arada deyim ki, bu daşın arxası çox gözəl və əlverişli yerdir. Çünki belə duranda burada tankın heç yeri görsəmir, başda deşilən yer. Burada bir çox tankdan dura bilərsiniz siz və puşkası düşən tanklar yəni daha rahatdır burada oynamaq. Buradan belə baxanda daşdan eneldə görsənmir. Yəni çox burada az deşilən yer var, belə də göstərim. Yəni burada deşilən hissə, yəni əgər çox dəqiq tanklar varsa burada və çox deşməyə güclü tanklar varsa bəlkə də buradan deşə bilərlər və yaxud buradan bu tərəfinə vura bilərlər, amma yəni elə bir dəqiqlik də bu oyunda olmağı üçün ona görə biraz rahatçılıqdır buradan oynamaq. Burada başnalı tanklarla, belə PT-lərlə və yaxud başnalı ST-lərlə çox gözəl uranlar vurmaq olur. Burada rahat çıxıb vuram ki, o %100 uran. Deyirəm birdən vuraram, arxaya risk edirəm, ona görə uranım tutmaz. Bunun puşkası aşağı düşür. Yenə də deyirəm ki, birdən bəlkə çox düşməz, amma çıxıb indi uran alacaq. Və aldığım uranda yadımda saxlayıram ki, o mənə uran vurub, mən onu öldürməliyəm və yaxud ona bir əndə uran vurmalıyım. Ona görə axıra qədər axırda deyək, onu mən öldürəcəm. Burada görürəm, XM səhv eləyib. Yenə dediyim kimi, o gözəl pozisiyaya çıxıb, buradan ona bir dənə uran vurum, onu artıq one shot saxlayıram. Burada qarşı tərəfdə tankların hamısı one shot açdı. Bir dənə 111-dən başqa bir də arxada xoş var. İndi ona da vuracam, o da başda one shot. One shot olmasa da 2 güllərikdir. Biraz tezləşdirdim. İndi mən burada həmin prinsip apardım. Gecəni gözləyirəm. Burada bəlkə də vursaydım deşərdi. Bir damcı risk qabağa verib vursaydım bəlkə deşərdi. Amma yenə risk eləmədim, gözləyirəm. Öz zamanımı gözləyirəm ki, çıxıb ona uran vuracaq. Səhv eləyəcək. Burada bir yerdə səhv eləyəcək, yox. Biraz qabağa çıxır, artıq onu qustiyada saxlayacaq. O anda mən də çıxıb onu öldürəcəm. Bu arada baxıram ki, mənim şəhərdəki komanda yoldaşım da 702-də Mr. Tural da öldü. Şəhər tərəfdə bizdə bir dənə 430 qalıb və Qısor Grill qalıb. Yəni bu tərəfi qoruyan. Qısor Grill arxadan qoruyur. Yəni mən bilirəm ki, buradan qaçış imkanları azdır. Bəlkə də Qısor qaça bilər, Grill qaçamayacaq. Və 430 orada məhv olacaq. Yəni öləcək. 430-un yeri çox pisdir. Bu arada qabağımdakı 111 6-ya art atır və mən də çıxıram onu öldürməyə. Ehtiyatla dururam ki, o mənə deşənməsin və mən də uranımı vurum. Burada çox rahat oluram ki, yəni öldürdüm onu. Burada 3000 uranımız var. Amma burada arkada vəziyyət pisdir və yanındakı tanklara baxıram. İndi arxamdan FV gəldi, gördüm ki, canı fulldur. Ona görə artıq indi arxaya qayıdacağam. Bu arada şəhər bizdə təmiz məhv oldu. Sonra arxaya qayıtmağı bacardı, amma list də qayıtdı, amma grill qaldı deyə dediyim kimi. Burada gözləyirəm ki, tanklar çıxsa mən onlara yavaş-yavaş. Buradan həmişə tanklar belə keçir. Buradan və yaxud bir saniyə. Buradan və yaxud buradan. Buralardan həmişə tanklar sağa-sola fırlanır və əsasən də shot 5-7 olduğu üçün bilirəm ki, oradan yəni ən azı 1-2 dənə tank keçəcək. Ona görə buradan durmuşam, dama qatmağa gözləyirəm. Buradan qısor keçir, yenə 708. Qəşəng də uranım çıxır buradan.
İndi 430 keçir, qısor keçir, belə mal kimi keçirlər, vururam ona, damag vururam. Bu arada mən baxıram ki, bizim Balotada 2 dənə tank getmiş ki, ikisi də məhv oldu. 50-min canı az idi deyə biraz rahatam. Yəni arxaya baxmıram, çünki fikirləşirəm ki, o candan çox qabağa gəlməz. Və həm də arxamda qısoru görürəm ki, arxaya keçir və list də arxa tərəfə döndü. Buna görə qısorun bayaq canını görmüşdüm ki, fulldur. List də keçir o tərəfə, çox rahatam. Burada bir dənə də uran vururam, qısora ölməlidir, öldü. Elə 50-mə baxıram ki, görəsən döyüş necə olacaq. Qısoru görmürdüm, uzaqlaşdım ki, bu soru da oradadır. Ona görə rahatam, indi öləcək əldə. Burada mən bir şey nəzərinizə çatdırım, indi göstərəcəm. Bu LT-432 yeri çox əla yerdədir. Orada ağaclarda sındırıb və durub orada kusta. Həm bu tərəfi, həm bizim üçün bu liniyanı, suyun qırağı ilə gələnləri və şəhərdən gələnləri svetə salır. Bir dələ baxacağım. Bu arada arxadakı Foşla Lisin də döyüşünə baxıram. Və mən görürəm ki, yəni Lis də one-shotdur, Foş da one-shotdur. Və Foş ona güllə atır bir dənə, yəni səsini eşidirəm. Və yəni bilirəm ki, dəymir ona. Ona görə mən hələ ki qabağa baxıram, arxaya getmirəm. Və burada KPZ-yə beka vuracam. Bu həqiqətən də bəlkə də bu oyun açar momentlərindən biridir ki, o bəlkə də 433-ün üstünə basaydı 433 onun deşə bilməyəsidir. Çünki çox qeyri-adi braniyası var. Ona görə onu öldürməyim çox yaxşı oldu. Arxada da Foş 3 güllə boşaltdı. İkisini səhv atdı, səhv eləmirəmsə. Birində Lisi öldürdü. Peddə də dolumda olduğu üçün mən hələ ki arxaya baxmıram və 1 dəqiqə, hardasa bir 50 saniyə, 1 dəqiqə aralığında çox rahat üzbəüz döyüşmə eləməyə çalışıram. Və canı az olduğu üçün mən inanmıram ki, çox risk eləyər. Həm də dolumdadır deyə mən rahatam burada. O SP nə bilir deşilməyəcək, amma çox rahat deşilməyəcək. Həm də arxanı yenə də nafisək suç kontrol edirəm ki, məsələn bir ağac qırılar, nəsə olar, mən görərəm, arxaya çönərəm. Çünki arxanı boş buraxmaq olmaz. Burada istəyirəm arxaya gedim. Bu anda mən şəhərdə artan svetə düşdüyünü görürəm və istəyirəm ona bir dənə uran atım. O da ölsün. 450 xəbər. Bezasvet öldürürəm mən. Bu momentdə elə dediyim kimi 1 dəqiqə 50 saniyə ərzində boş üstümüzə basmağa başladı. Dolum eləyib və risk eləyib üstümüzə basdı və bunu da götürürəm. Və keçirəm artıq çox rahat oynamağa 130 və ST-62 tərəfə. Mən bilirəm ki, S-62 ya şəhərə qaçıb, ya Balotaya qaçıb. Ona görə mən indi burada 130-a bir dənə vurandan sonra düzdür, fuqasından vururam. 900 bunun fuqasının uronudur. Çox minimal uron keçir, 700. Burada deyirəm ki, qoy gedim Balotaya. Çünki 432 o tərəfdən gedir. Dedim, mən də Balotadan gedim ki, yəni qaçmasın, qaça bilməsin. Elə burada da bir dənə elə belə qabağıma çıxan kimi gülləni atıram. Çünki o tərəfə qaçır deyə bildim ki, o tərəfə gedənə polisiya tutana bir 15 saniyə keçəcək, yenə mən dolduracam. Burada 7584 görünən neuronum var və 450-dəki artıya vurmuşdum. Hatta 8000 damağım var. Burada mən bu oyun statistikasını da sizə göstərim. Evet, 8000 damaq. Yəni, gördüyünüz şey. Gold atmışam, ona görə çox az pul qalıb. Bu arada əgər sizin də belə boylarınız varsa, onları şərh eləməyə sevinərdim. Və sizin də şərh eləyə-eləyə sizin də fikirləriniz mənim üçün önəmlidir və izləyicilər üçün önəmlidir. Siz nəyi necə etmisiniz, necə fikirləşib etmisiniz, hansı qərarları qəbul etmisiniz. Təşəkkürlər.